kardiolit, nə bilim, biraz ürək fason almaya oxşuyur. Olmaya Belə yox, qəribə bir yoldaş, formadadır. İndi yumurtaya mən sənə oxşuyur, elipsoid deyirlər o şəklə, sən yaxşı oxumayırsan. Hal-hazırda məktəblərdə tədris dəyişir, olunur ki, yer kardiolit formasında. Yer ürəyə oxşuyur deyirsiniz. Biz nədir? Hə, Sokrates sözümüz Elm bilirsən bunu deyə nədir? bilməz. Bunu Sözüm odur ki, 8-ci sinif coğrafiya kitab dəqiq 8-ci sinif coğrafiya kitabına istinad edirsiniz siz. Hansı səhifədədir? Məndə Azərbaycanda 8 coğrafiya Mən kitabı. bilmirəm, Sən birinci birinci səhifəsində səhifəsində çıxırmıyor. mənasını oxuyum. Bir danışaq. Yoldaşlar, Cavidan, səhifəsində sualım mənasını sənədir. oxuyum. Azərbaycan Respublikasının Təhsil Naziri tərəfindən təsdiq olunmuş coğrafiya kitabında yazılıb bu. Sən bu sözün bəli, arxasında kardiolit çəkini. Hətta durursan, mən 2 gün əvvəl, sən bu sözün arxasında qulaq asda durursan, dururam. 2 gün əvvəl, qardaş, hər dönə də təhsillə sual danışma, verirəm, bir dənə təhdidlə sözüm danışma. deyil. Deyirəm, 2 durursan gün bu sözün əvvəl, arxasında. deyirəm də bir qulaq as. 2 gün əvvəl 11-ci sinifdə oxuyan uşağa dedim ki, bu günlərim sizin coğrafiya kitabınızda deyildiyi kimi kardiolitmi? Dedi, Sən bəli, özün açıb kardiolit oxumusan formasına onu? alma kimi göstərirlər. Ondan əlavə, hə, oxuyublar. Yox, Qardaşlar bunu ay Cavidan, ay qardaş, bax görürsən, bax mən nə sual verdim sənə. Sən durursan sözün arxasında, dedin, hə, sənə sual verdim. Özün şəxsən 8-ci sinif coğrafiya kitabını oxumusan, Baxmısan. yox, ay qardaşlar, sizin sübutunuz, dəliliniz filan kəsdən soruşdun, filan kəsdən öyrəndin. Canlı Cavidan, yayında sən özün, bir dəqiqə xahiş edirəm, Cafarov, bütün hər, mən Cavidanla danışıram, mən sualımı verirəm. Qardaş, mən Cavidan, sənə cavab sən verirəm. öz gözünlə görmüsən, görməmisən. Mənim sualıma hə, yox cavab ver. Müəllim canlı yayında açdı O kitabı. zaman Yox, bunu görməmişəm. iddia etməyə haqqın yoxdur. Necə yanlışdır? Niyə yoxdur ki? Canlı yayında açıb göstərirlər. Aç siz göstər. Hansı səhifədir? kitabını Məndə çıxartma yoldaşlar, da. ay yoldaşlar. Yaxşı, indi elə Məndə olsa o 8-ci sinif coğrafiya Yaxşı, kitabı var, indi Cavidan. təsdiq eləsən Kitab nə var olar? məndə. Denən hansı səhifəsində açım göstərim burada. Neçənci Hansı ildir? səhifəsi denən? Neçənci ildir? Neçənci ildir? Səhifəsini bilmirəm də özüm. Nə Daha bilim doğrusu mən bu məktəb bir vaxtından dəvət qalıb elədi, 2014-dür nədir? Denən mən açım göstərim. Ay Sokrat. Mən bilmirəm, mən səhifəsini əlimdə etsə qardaşım balaca Qardaş, kitabdır da. burada aç bax. elipsoid yazılıb. Sən 8-ci nə sinif danışırsan? coğrafiyasında. İstəyirsən göstərim. Ay Sokrat, deyəm mən qulaq as. Tutaq ki, deyəndə tutaq ki, kardiolit deyil, ellipsis elədim, yumurta yoxşuyur. Sən deyirsən Artıq ki, sən kitabın hər sözündən şey geri döndün. Bayaqları sən Yoldaş, arxasına deyirəm durdun. ki, açım Qardaş, göstərim də, dönmürəm, bir sən dəqiqə hansı gözlə səhifəni də. deyirsən, Mən açım sözümü göstərim. sana Bax, bir gəlində başlayayım. coğrafiya kitabı var. Olmadı. Hansı səhifədə o? Ay Sokrat, imkan verin sözümü deyin. Siz imkan verəsiniz, biz bir dənə sözümüzü bitirək. Mənim sözüm odur ki, sən bayaq deyirsən, ha, hər şey kürə formasındadır, dünya niyə düz olsun? İndi mən də sənə deyirəm ki, sənin dünyan ideal kürə formasında deyil. Fərqli formadadır. İndi mən sana İdeal sual kürə verirəm, sən mənə formasında cavab olan ver heç ki, bir cisim yoxdur. kainat Sonsuz da Nələrlə ideal kürə formasında çapında. olduğunu heç kim Aynen demədi. Sən belə deyirsən formasında düzdür dünya. olur. Biz dəqiq. deyirik ki, ellipsoid yumurta şəkli. Qardaş, ay eşidirsən? Ay dolunay yolunda ideal ay formasında olur. Yupiteri, Marsı hamısını bizə ideal kürə göstərirlər. İndi İdeal mən sənə kürə sual verirəm. deyirlər Nəyə və görə onu elə dünya kürə göstərmirlər. İdeal formasında? kürə Aynen. deyil. Marsın üstündə Olimpos dağı var. Olimpos dağı sən uzaqdan 21 baxanda kürə kilometr kimi görünür. hündürlüyə sahibdir. Bəli, Olimpos dağı, yəni Everestin 3 qatı boydadır. Sən onu uzaqdan baxanda sadəcə göz belə gör. Bunu mənə elm deyir, qardaş. Bunu mən onsuz da görə bilmərəm. Belə imkan Bunu yoxdur. riyaziyyat və hesablama deyir. Hansı hesablama? Ay qardaş, səmada Ay qardaş, kardiolit mən bax Səmada, indicə hər şey araşdırdım, kürəmizdə yaxşı, girdim kürəmə sadəcə olaraq fərqli Google Cavidan, sən dedin kardiolit dedin də, düzdürmü? Kardiolit yazdım, Bəli, heç bəli, internetdə kardiolit adlı bir söz yoxdur. bir onu coğrafiya müəllimə denəndə nə deməm? Qaqa, Sən mənə bunu səhifəsini denə, sübut mən açıb elə, baxım. sən Məndə mənə onu coğrafiya sübut kitabı elə var. ki, həqiqətən də coğrafiya kitabında kardiolit, Ay, Fuad, sən Allah bax burada üçün deyir sənə göstərin. kardiolit sözü yazılıb, mən səhifəmi bağlayaram. Bax burada deyir sənə kardiolit sözü yazılıb. Mən səhifəmi bağlayaram. Kardiolit sözü yazılıb. Kitabını dəvət elə Fuad. Yaz, kardiolit, sən özün görmüsən Suat. Bu Suat Abdullah, sən görmüsən öz gözündən onu. Sən öz gözündən görmüsən. Zəhmət olmasa Sokratesi denən ki, coğrafi 8-ci sinif coğrafi kitabının hansı səhifəsindədir? Kitabı tapmaya Yox, görə sən kitab görmüsənsə kitab bilirsən məndə və var. qeyd eləməlisən. Kitab məndə Çünki var. düz dünyanı Səhifəsini və denə, mən yaxud açım göstərim sənə. Sokrat səndəki köhnə kitabdır. neçənci ilin Başqa kitabıdır? köhnə kitab nədir? Neçənci ilin Deyirəm ki, kitabıdır? 2014 Bakı Nəşrin belə deyim, buraxdığı kitabdır. Bu Suat Abdullah neçənci ilin kitabıdır? 14 təzə də öyle.
14 təzə deyil, 10 il əvvəlin kitabıdır. Ən sonuncu. Ən sonuncu məndə yoxdur. Mən 8-ci sinifdə oxumuram, mən nə bilim. Aha. Uhu. Gözdə qoy baxın. Sən tap sübut elə. Çünki mən görmüşəm elə bir şey yoxdur. O çox güman ki, sən dediyin məsələ mən sənə izah edeyim nə olacaq. Hətta mən bax, öncədən şey edirəm, proqnoz edirəm. Bu çox güman ki, ya 3-cü, 4-cü sinif belə deyim, dərsliyinin nə idi o fən? Coğrafiyada deyildi. Yox, ətraf mühit idi, yoxsa nə idi o fənin adı? Həyat bilgisi. Həyat bilgi. Həyat bilgisində çox güman ki, belə bir, yəni sadə dildə izah eləmək üçün 3-cü, 4-cü sinif xahiş edirəm, sözümüzü kəsməyək bir-birimizin. 3-cü, 4-cü sinif şagirdini izah eləmək üçün alma formasına yazılıb ki, 3-cü, 4-cü sinif şagirdi bunu anlasın. Əgər sən 3-cü, 4-cü sinif şagirdi üçün izah formasını elmi istinad kimi qəbul edirsən bu suat, sən ümumiyyətlə səhifəvi yox, sən ümumiyyətlə TikTok silməzsən. Əşay bir sual. Bir dəqiqə icazə verin, bir kəlmə söz deyim də mən burada. Burada biz coğrafiya müəllimi gəlmişdi, o da kürə modeli şey müdafiə edirdi. O açıb bizdə kitabdan oxuyurdu. Özü coğrafiyadan dərs deyir bu adam. O coğrafiya həmin kitabı açdı, canlı yayında göstərə-göstərə oxudu onu. Necə deyirsən 4-cü sinif? 7-8-ci Kardioid, sinif. Uspace. Mən araşdırdım biraz. Kardioid bilirsiniz nədir yoldaşlar? Kardioid bir dairənin içində hərəkət edən bir nöqtəyə verilən ada kardioid deyilir. Kardioid ümumiyyətcə bir riyazi bir fiqur deyil, şəkil deyil. Hər hansı bir həndəsi bir fiqur deyil kardioid. De Nihat yazdı da, aşağıda Nihat yazdı. Assalamu alaikum. Kitabxanadayam, gəlmişəm. Coğrafiya kitabı. Abituriyent sertifikasiyası imtahanı. Deməli, nəşriyyat, şəb nəşriyyatı. Redaktor. Burada. Demə, bu Uspace Vüsal demişdi ki, canlı yayımda da. Amma göstərin kitabdan. Mən səhifəmi bağlayacağım. Bax, burada deyir sənə, kardiolit sözü yazılıb, mən səhifəmi bağlayaram. Demişdi ki, Neil Tyson var. Aslında astrofiziki. O biz dedik ki, videoda şey deyir verilişdə. Armud formasında. O dedi ki, sən ingilis dilini bilmirsən, sən səhv başa düşmüsən. Buna görə mən o ingilis dili variantını da qoyuram. Həmən orijinal variantı. Baxarsınız, Vüsaldan da xahiş edirəm ki, səhifəsini bağlasın. Earth, not actually a sphere, it's oblate spheroid. That's what we call it. But not only that, it's slightly wider below the equator than above the equator. Chubby's a good way. It's like pear-shaped.